Ötən il noyabrın 21-də paytaxtın Yasamal rayonu ərazisində Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş 3 nəfərin ölümü və 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğın faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. İbtidai istintaqla yaşayış binasının birinci və zirzəmi mərtəbəsində yerləşən Loftent Stomatoloji Klinikasının direktoru 1986-cı il təvəllüdlü Bəhruz Paşayevin üzərinə qoyulmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifələrini pozaraq 3 nəfərin ölümünə, 25 nəfərin isə xəsarət almasına, habelə binada olan mənzillərə maddi ziyan vurmaqla ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Bəhruz Paşayevə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə yekun ittiham elan olunub. Bəhruz Paşayevin barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosesor rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.